Dostlar salam, yeni bir Power BI videosu ilə qarşınızdayıq. Dostlar biz bu videoda sizinlə bərabər Role Level Security haqqında danışacağıq. Hansı ki yoldaşlar Role Level Security nədir, nə zaman istifadə olunur, bizim buna nə zaman ehtiyacımız olur və hansı növləri var, onlar haqqında danışıb bu videoda biz sizə Role Level Security-ni göstərməyə çalışacağıq. Yoldaşlar Role Level Security hansı ki biz müəyyən bir reportlar hazırlayırıq, müəyyən hesabatlar hazırlayırıq və bu hesabatlarda yoldaşlar müəyyən sütunlar üzrə, müəyyən kateqoriyalar üzrə müəyyən filtrləmələr olur, müəyyən bir bölgülər yaradılır. Hansı ki, yoldaşlar, bu dərs üçün üzərindən nümunə olaraq göstərəcəyimiz filtrasiyadan biri bu ölkələr sütunudur. Hansı ki, satış datasıdır yoldaşlar, sadə bir hesabat hazırlamışıq. Bu satış hesabatında təbii ki də burada göstərilən bütün satışın detalları bütün ölkələr üzrə deməli rəmlənibdir. Lakin bilməyinizi istəyirəm ki, yoldaşlar, bu dərsdə biz countries adında bir sütunumuz var və bu country sütununda hansı ki ölkələr adları, yəni ki bütün data, əsas satış datası bütün ölkələr üzrə bu şəkildə filtrlənmişdir. Yoldaşlar, indi bizim qarşımızda belə bir case var ki, təbii ki də bu ölkələrin hər birində hər bir ölkə üzrə məsul olan bir əməkdaşlar vardır, satış əməkdaşları vardır. Və yoldaşlar, təbii ki də hər bir ölkə üçün biz eyni hesabatı tək-tək hər bir ölkə üçün yaratmırıq ki, hansı ki o da bir variant əslində, onu da eləyə bilərik. Lakin işi daha asan tutmaq üçün, daha optimal iş görmək üçün biz bir hesabat hazırlayıb, lakin yoldaşlar, həmin bu hesabatı biz həmin məsul olan əməkdaşlar arasında bölməliyik. Yəni ki, nə deməkdir bu yoldaşlar? Mənim istifadəçim bu ölkə üzrə məsul olan şəxs bu hesabata daxil olduğu anda ona xas olan hansı ölkənin məsuliyyətini daşıyırsa, o ölkənin burada datasını görməlidir. Yoldaşlar, belə olan təqdirdə təbii ki də müəyyən versiyalar var. Deyə bilərsiniz ki, ən urağı bura bir ədəd slicer ala bilək, ölkə sliceri. İstifadəçi daxil olduqda özünə aid olan yəni ölkəni seçsin və datalarına baxsın. Təbii ki də bu bir versiyadır yoldaşlar. Və yaxud da ki, eyni qaydada view bölməsindən biz müəyyən bir filtrasiyalar da və s. də yarada bilərik. Yəni filtr bölməsindən müəyyən filtrasiya yarada bilərik. Lakin bizim qarşımıza qoyulan əsas şərtlərdən biri odur ki, yəni bizim istifadəçimiz daxil olduğu zaman, yəni ki o artıq seçim, slicer və s. kimi məsələlərlə ilk öncə məşğul olmamalıdır. Ondan da əlavə yoldaşlar, yəni ki mən əgər Azərbaycan üzrə məsuliyyət daşıyıramsa, mən başqa ölkənin deməli satış datasını görməməliyəm. Elə əslində biraz da Role Level Security-nin security anlayışı da biraz oradan qaynaqlanır. Yoldaşlar, Role Level olmasının səbəbi də əslində biz çünki bizim datamız, yəni bütün data, əsas yəni fakt datamız bu şəkildə data adında bir cədvəldədir və burada yoldaşlar bütün məlumatlar təbii ki də sətirlər üzrə daxil olunubdur, sətirlər üzrə olub, yəni ki göstərilir və hər bir sətirdə bir transaksiya saysaq və hər bir sətir bir ölkədə baş verir və bu səbəbdən mənə burada bütün sətirlər deyil də sadəcə tutaq ki, Azərbaycanın datası lazımdırsa, o zaman burada ancaq Azərbaycan dataları, yəni həmin sətirlər mənim qarşıma gəlməlidir və burada da eyni qaydada report ona uyğun deməli filtrasiya olunmalıdır. Belə bu səbəbdən yoldaşlar role level, yəni ki role level anlayışı həmin oradan gəlir. Yoldaşlar, bax, əsas case'imiz bundan ibarətdir. Bu halda biz artıq sadə slicerlərdən və s. istifadə etmirik. Belə olan təqdirdə bunun əvəzinə artıq bizim ehtiyacımız olur ki, Role Level Security-dən deməli istifadə edək. Yaxşı yoldaşlar, Role Level Security isə özündə iki hissəyə bölünür. Bunlardan birincisi statik Role Level Security-dir, ikincisi isə dinamik Role Level Security sayılır. Və dostlar, bu dərsdə biz bunların hər ikisinə baxmağa çalışacağıq. Yoldaşlar, Role Level yaratmaq üçün, bir security yaratmaq üçün ilk öncə biz yəni Power BI-nin özündən ilk öncə bunu tənzimləməliyik. Daha sonra isə bu məsələlər share olduğu zaman, paylaşıldığı zaman isə Power BI servisdə necə görsənir, həmçində ona baxacağıq. İlk öncə yoldaşlar, modeling bölməsindən baxın, security qrupu altında iki seçimimiz var. Bir, Manage Rules və həmçində View As. Dostlar, Manage Rules elə həmin bu Role Level Security-nin yaradılması üçün ehtiyac olan həmin pəncərədir. Həmən istəyirəm ki, ona klikləyəm, Manage Role deyəcəm və bu şəkildə qarşımıza bir pəncərə açılacaq. Və yoldaşlar, burada öz security-mi yaratmaq üçün rolların adlarını, təbii ki də bir və birdən artıq rol yaratmaq şansı var. Həmçində müəyyən cədvəllər, bir cədvəldən və ya ki, fərqli cədvəllərdən filtrasiyalar, limitləmələr təyin etmək imkanı var. Təbii ki də və həmçində ən sonda isə Rules bölməsində isə o filtrlərin xarakteri necə olacaqdır, onları da buradan tənzimləyə bilərik. Dediyimiz kimi yoldaşlar, ilk öncə statik Role Level Security-yə baxacağıq. Görək, statik Role Level Security nədir və necə çalışır, Power BI servisdə paylaşılan zaman necə görsənir, onlara baxacağıq. Yoldaşlar, ilk öncə new deyərəkdən bir ədəd untitled. Təbii ki də bunun adını dəyişə bilərsiniz. Yoldaşlar, rename deyib də fərz eləyək yoldaşlar, test
RLS 1 diyeceğim. Bu şekilde bir adlandırma edeceğim. Tabii ki daha mantıklı adlar da qoya bilərsiniz. Fərz ilə yoldaşlar, mən belə bir security yaratmaq istəyirəm ki, mənim istifadəçim, yəni icazə verdiyim istifadəçim bu reporta daxil olduğu zaman ancaq və ancaq ölkə datasında, yəni ki, ancaq və ancaq misal üçün Kanada ölkəsinin məlumatlarını görsün. Tamam mı? Və belə olan təqdirdə yoldaşlar, biz tables'dan həmin sütunun, yəni ki, həmin o filtr yaradacaq həmin o sütunun table'ını seçirik və burada new düyməsinə klikləyəcəyik. Yoldaşlar, siz bunu həmçinin burada condition yaradaraq da eyni qayda eləyə bilərsiniz və yaxud da ki, switch to DAX deyib də DAX hissəsindən də bunu yarada bilərsiniz. Hələ ki, işi asan tutmaq üçün yoldaşlar, ilk öncə bu şəkildə switch to default geri qayıdıram DAX editora və burada yazacağım öz ölkəmi. Hansı ki, yoldaşlar, misal üçün test RLS 1 adında bu rol sadəcə Kanadanı göstərməlidir. Və dostlar, təbii ki də şərtlərinizin sayı çox olduqca da new deyib də yenidən başqa şərtlər əlavə edə bilərsiniz. Dolayısıyla bu şekilde yazdıktan sonra artık siz save düğmesine klikleyeceksiniz. Artık bundan sonra manager, yani ki bu roles bölməsində bu successful applied olacaq və bundan sonra close düğmesine klikləyə bilərsiniz. Bakın dostlar, əslində statik role level security'nin yaradılmasının əsas yəni ilk variantı budur. Təbii ki də siz bunu dostlar dediyim kimi Power BI servisdə bunu daha çox görürsünüz, daha çox hiss edəcəksiniz ki, birazdan onu göstərəcəm. Lakin Power BI-in özündə də eyni qaydada, yəni desktopun özündə də bunun nə işə yaradığını görə bilərsiniz. Yoldaşlar, bunu görmək üçün ilk öncə country sütunundan country cədvəlini, yəni bir table'a ölkələrin adlarını əlavə edəcəm ki, hətta fərqi görəsiniz deyə. Baxın, təbii ki, heç bir filtrasiya tətbiq olunmadığı üçün bütün, yəni ki, dataların hamısı bütün ölkələr üzrə 5 ölkənin 5-i üçün də bu şəkildə göstərilir. Lakin yoldaşlar, view as dedikdən sonra, baxın, bizim burada bayaq yaratdığımız test RLS 1 adında həmin o rolu görə bilərsiniz. Normalda none-dır, təbii ki, heç bir filtrasiya yoxdur. Lakin test RLS 1 dedikdən sonra yoldaşlar və OK düyməsini klikledikdən sonra baxın dostlar, bütün hesabat sadəcə və sadəcə Kanada üçün dəyişildi. Və yoldaşlar, təbii ki də biz bu cədvəli burada qoymasaydıq, yəni ki, bunların hər biri də eyni qayda onu göstərəcəkdi. Lakin baxmaq üçün, fərqi görmək üçün ki, normalda baxın, hamısını göstərir. Lakin həmin o role level security tətbiq olunandan sonra isə sadəcə country sütununu, bizim daha doğrusu country filtrini və country daha doğrusu ölkəsi, yəni ki, Kanada ölkəsində satılan bütün məlumatları bu şəkildə mənim qarşıma gətirmiş oldu. Bax, bu şəkildə yoldaşlar, artıq siz Power BI servisdən tənzimləyə bilərsiniz ki, misal üçün mənim falan istifadəçilərim var və ya falan bir istifadəçim var, hansı ki, o daxil olduğu zaman avtomatik bir şəkildə yoldaşlar, hər hansı bir slicer seçimi etmədən bu ancaq Kanada ölkəsini görməlidir. Gəlin o zaman yoldaşlar, bax bu dediyim məsələni eyni qaydada Power BI servis üzərində də görməyə çalışaq. Dostlar, həmən bu sürətli bir şəkildə bu hesabatı publish eləyəcəm. Dostlar, hesabatımız Power BI servisə deməli publish olundu. İndi isə növbəti məsələlər artıq Power BI servisdə tənzimlənməlidir. Yoldaşlar, bu birbaşa dataset üzərində, yəni ki, semantik model üzərində daha doğrusu icra olunan bir məsələdir. Hansı ki, yoldaşlar, semantik modeli tapırsınız həmin reportun və bu 3 düyməsindən, yəni ki, More Options'dan klikləyərəkdən açılan pəncərədə yoldaşlar Security, rename üzərində olan Security deməli düyməsinə klikləyəcəksiniz. Açılan başlıqda yoldaşlar, baxın, artıq siz Role Level Security başlığı altında Test RLS 1 adındakı həmin o yeni yaratdığımız bu Role Level Security'ni görə bilərsiniz. Hansı ki, fikir versəz yoldaşlar 0, yəni ki, members olaraq heç bir, hələ ki, yəni bu Role Level Security'nin kimlər üzərində tətbiq olunacağını heç kəsə artıq verməmişik. Lakin burada artıq, baxın, People'dan bu hissədən Enter email adresistdən artıq bu hesabata kimlər daxil olanda bu görüntünü, ancaq Kanada üzrə görüntünü görmək istəyir və yaxud ki, görməlidir. Onların adlarını bura qeyd edə bilərsiniz. Yoldaşlar, misal üçün mən bunu kimlə paylaşacağımsa, misal üçün öz iş yoldaşımla paylaşıram. Nemət İsmailov və add düyməsini kliklədikdə və təbii ki, aşağıdan save düyməsini kliklədikdə artıq bu Role Level Security ancaq, yəni ki, Nemət İsmailov daxil olduqdan sonra, baxın, başqaları daxil olanda bütün hamısını görəcəkdir. Lakin Nemət İsmailov daxil olduqda isə xüsusi şəkildə belə olan təqdirdə ancaq nə vermişiksə, yəni ki, test RLS 1 ancaq Kanada üzrə deməli filtrlənibsə, həmin onu ancaq, yəni ki, Nemət İsmailov ancaq Kanada üzrə görmüş olacaqdır. Gəlin yoldaşlar, həmən sürətli bir şəkildə bu hesabatı Nemət İsmailovla paylaşaq. Yoldaşlar, bundan sonra Nemət İsmailov artıq bu hesabata daxil olduqdan sonra, baxın, normalda bütün hamısını görür. Baxın, hətta bunu belə göstərim ki, bu hesabatın
owner üzrə daxil olduğumuz zaman diqqətlə baxın, həmin hesabatda bütün ölkələrin hamısı və bütün dataların hamısı görsənir. Lakin Nemət İsmayılov daxil olduqdan sonra isə fikir versəniz, sadəcə Kanadanı görmək ancaq Kanadanı görür. Və təbii ki də yoldaşlar, burada heç bir şəkildə biz ona icazə verməmişik ki, başqa bir filtrasiya tətbiq etsin və o səbəbdən Nemət İsmayılov daxil olduğu zaman ancaq Kanadanı görmüş olacaqdır. Və yoldaşlar, təbii ki də başqa bir istifadəçilər də daxil etdiyimiz zaman o role level security-yə bir member olaraq artıq ondan sonra həmin o istifadəçilər də həmin bu şərtlər daxilində, yəni ki, ancaq Kanada şərtləri daxilində o hesabatı görmüş olacaq. Və yoldaşlar, bu static level, daha doğrusu static role level security adlanır. Lakin bunun biraz daha fərqli bir versiyası da var. Bunun da adı dynamic role level security sayılır. Yaxşı, onun fərqi nədir statikdən? Yəni onlar haqqında danışmağa çalışaq. Dostlar, bizim bu hesabatda data model view hissəsinə keçdiyimiz zaman data modeldə fikir versəniz, ölkədən də əlavə əslində email adında bir cədvəlin də olduğunu görə bilərsiniz. Nə deməkdir bu yoldaşlar? Hansı ki bizim istifadəçilərimizin, yəni bu hesabatdan istifadə edən istifadəçilərin öz email ünvanları burada eyni qaydada qeyd olunmuşdur. Yoldaşlar, həmin bu email ünvanları country sütununa one-to-many əlaqə tipi ilə deməli əlaqə yaradılmışdır və fikir versəniz, hansı ki bir ID-li emaillar Kanada və Germany, həmçinin 2 Fransa, Meksika və həmçində 3 isə USA olaraq, yəni hansı ki bu emaillar, yəni ki bu istifadəçilər, misal üçün S. Gambarov, Sənan Gambarov bu ancaq və ancaq belə baxdığımız zaman Kanada və Almaniyanı deməli görməlidir və digərləri də ancaq Fransa, Meksika və digərlərini görməlidir. Yəni ki, yoldaşlar, burada biz dinamik role level security-dən nə zaman istifadə edirik? Artıq təbii ki də istifadəçilərimizin sayı çox olduğu anda və yaxud da ki onlar arasındakı bölgünü daha sürətli bir şəkildə aparmaq ehtiyacı olduğu zaman və adı üstündə daha dinamik aparmaq üçün bu şəkildə istifadəçi adlarından, yəni ki, emaillardan istifadə edəcəyik. Nə deməkdir bu yoldaşlar? Misal üçün, Sənan Gambarov daxil olduğu zaman bu hesabata artıq bayaq olduğu kimi sadəcə Kanada və s. deyil də, artıq burada sırf Kanada və Germany-ni dinamik olaraq görəcək. Yəni ki, sabahları yoldaşlar, mən artıq bu Sənan Gambarova istəsəm ki, həmçində Fransanın da eyni qaydada o görsün, həmin hesabatında. Bir olan təqdirdə yeni bir static role level security yaratmağıma gerək qalmayacaq. Sadəcə Fransanın qarşısına bir yazmağım kifayət edir ki, eyni qaydada o da deməli Fransanı görmüş olsun. Belə olan təqdirdə yoldaşlar, biz artıq role level security deyil də dynamic role level security yaratmaq məcburiyyətindəyik. Yoldaşlar, manage roles bölməsindən yenidən açacağam və bayaq yaratdığımız test RLS1 eyni qaydada burada dayanır. Yəni yoldaşlar, bunu qarşılamaq üçün bunu siləcəm buradan. Save düyməsinə klikləyək, new role deyəcəm. Bu şəkildə yenisini əlavə edək. Yoldaşlar, eyni qaydada deməli dinamik yazaq adına dinamik RLS deyəcəm bir olaraq və bu şəkildə yeni bir rol əlavə edək. Dostlar, bu səfər artıq countries deyil, artıq biz emaildən istifadə edəcəyik. Təbii ki də bizim artıq yəni ki o filtrasiya emaildən başlayacaqdır. Email ölkə isə dataları filtrasiya edəcək. Bu səbəbdən yoldaşlar, yenidən burada new bir rol əlavə edək. Lakin bu səfər yoldaşlar, artıq biz bu dinamikliyi yaratmaq üçün condition hissəsindən deyil də switch to DEX editora keçid edəcəyik. Və yoldaşlar, baxın, email seçdiyim üçün zaten email bu şəkildə burada əlavə edilibdir sütun olaraq. Və bundan sonra yoldaşlar, bərabərlikdən sonra həmən bir ədəd DEX funksiyasından istifadə edəcəyik. Yoldaşlar, bu DEX funksiyasının adı use principal deməli name adında arqument qəbul etməyən bir ədəd deməli DEX funksiyasından istifadə edəcəyik. Yoldaşlar, bax, bunu yazdıqdan sonra artıq bu cədvəldən gələn email sütunu üzrə hansı istifadəçim daxil olubsa, həmin o istifadəçinin email ilə mənim bura qeyd etdiyim email arasında oxşarlıq və daha doğrusu eynilik varsa, artıq bundan sonra həmin o hesabat sırf həmin o istifadəçi üzrə filtrlənmiş olacaqdır. Yoldaşlar, gəlin indi bundan sonra save düyməsinə klikləyək və close deyək və bundan sonra yoldaşlar bu hesabatı yenidən Power BI servisə paylaşaq. Yoldaşlar, paylaşıldı. Gəlin indi eyni qaydada bayaq olduğu kimi yoldaşlar yenidən More Options'dan Security bölməsinə keçid edəcəyik. Role Level Security bölməsində yoldaşlar Dynamic RLS1 adındakı həmin o bizim Role Level Security-ni görə bilərsiniz. Yoldaşlar, bayaq olduğu kimi eyni qaydada Members bölməsindən də burada eyni qaydada həmin emailləri daxil etmək lazımdır. Yoldaşlar, emailləri daxil etmək lazımdır, çünki bizim cədvəlimizdə bizim emaillərimizin hər biri var və bu səbəbdən eyniləşdirməni gerçəkləşdirmək üçün eyni qaydada Power BI servis
servisdə həmin e-mailləri bizdən tələb edəcəkdir. Yoldaşlar, hansı ki, mənim orada paylaşdığım əsas Nemət İsmailov və Elçin Tarverdiyev adında iki istifadəçi var. Bu iki istifadəçinin də adlarını add deyəcəm bu şəkildə və save deyəcəm bu şəkildə. Artıq bundan sonra bu role level security onlar üçün tətbiq olunmuş olacaqdır. Yoldaşlar, burada statik ilə dinamik arasındakı fərq nə olur əslində? Biraz da Power BI servis tərəfdən danışmağa çalışaq. Hansı ki, hər ikisində fikir versəniz, e-mail əlavə edilməsi bu prosesi var. Lakin burada ikisi arasındakı əsas fərqlərdən biri odur ki, mən burada məsələn Elçin Tarverdiyev və Nemət İsmailov yazmışam. Hansı ki, mən normalda statik olaraq mən bunları paylaşdığım zaman artıq hər ikisi eyni datanı görür. Misal üçün, mən dinamik RLS 1-i bu günləri Kanada üçün bunu yaratsaydım, həm Elçin, həmçinin də Nemət, həmin o deməli Kanada üzrə deməli dataları görəcəkdir. Lakin yoldaşlar, mən burada artıq dinamik olaraq yaratdığım üçün Elçin artıq ona aid olan ölkələri, Nemət isə sırf ona aid olan ölkələri artıq deməli görəcəkdir. Belə olan təqdirdə yoldaşlar, bu ikisi arasındakı əsas fərq də eyni qaydada Power BI servis tərəfdə görmək mümkündür. Yoldaşlar, Workspace tərəfə keçəcəm. Daha doğrusu yəni həmin hesabatı paylaşacağam yenidən. Yoldaşlar, baxın, bu hesabatda görünən, yəni ki, bu hesabat hal-hazırda owner üçün, yəni ki, sənin üçün olan görüntüdür. Bütün ölkələri bu şəkildə görə bilir. Lakin yoldaşlar, Nemət üçün baxaq yenidən Power BI servis tərəfə, yəni Power BI desktop tərəfə qayıtmaq istəyirəm. Hansı ki, Nemət üçün hal-hazırda 2 ID-li və country cədvəlinə qayıtdığımız zaman isə burada Fransa və Meksikonu görə bilirsiniz. Yəni, hansı ki, yoldaşlar, biz gözləyirik ki, Nemət daxil olduğu zaman artıq burada Fransa və Meksikanı görməlidir. Həqiqətən də yoldaşlar, geri qayıdıb da, məsələn, Nemətin profilinə daxil olduğumuz, yəni ki, onun accountuna daxil olduğumuz zaman isə, baxın, həmin o hesabatı Nemət artıq sadəcə Fransa və Meksika üzrə görür. Lakin yoldaşlar, artıq Elçin isə 3 nömrəli ID isə fikir versəniz, ancaq USA üzrə görmüş olur. Bu da o deməkdir ki, yoldaşlar, mən əgər Elçin accountuna daxil olsam, belə olan təqdirdə isə fikir versəniz, hesabatı sadəcə və sadəcə USA üzrə göstərildiyini görə bilərsiniz. Baxın, yoldaşlar, bu da sizə Power BI servis tərəfdən, mənim üçün həmçinin də Desktop tərəfdən dinamik role level security-nin yaradılmasına aid bir nümunə idi. Yoldaşlar, üzərinə bir də keçmək gərəkirsə, role level security anlayışı deməli müəyyən dinamik və yaxud ki, statik olaraq müəyyən filtrləri yaratmaq üçün istifadə edilir. Hansı ki, slicerdən və ya filtrasiyadan istifadə etmədən yoldaşlar, biz birbaşa Power BI servisdən bunu tənzimləyirik ki, hesabata daxil olduğu zaman həmin istifadəçilər sadəcə və sadəcə onlara icazə verilən deməli səlahiyyətlər çərçivəsində və yaxud da ki, onlara icazə verilən filtrasiyalar çərçivəsində bu hesabata daxil olub baxa bilsinlər. Və yoldaşlar, role level security-nin 2 növü, hansı ki, static role level security və dinamik role level security olmaq üzrə 2 yerə bölünür. Yəni ki, static role level security sadəcə müəyyən bir filtrasiya, konkret bir filtrasiyalar yaradırıq və onu dəyişmək mümkün deyil və onlara icazə verilən və ki, daxil edilən memberlar üzrə, istifadəçilər üzrə onları görə bilirlər. Lakin dinamik role level security-də isə yoldaşlar, sırf e-maillar üzrə, hansı ki, istifadəçilərin adları üzrə biz deməli bir filtrasiya yarada bilirik. Yoldaşlar, nə deməkdir bu? Misal üçün, mən əgər dinamik və statik arasındakı əsas fərqi qeyd etmək gərəkirsə, statik role level security yoldaşlar, sadəcə, misal üçün, mən Kanada üzrə məlumat tutaq ki, bir role level security yaratmışam. Onu bu şəkildə Power BI servisə əlavə etdiyimiz zaman, memberlara əlavə etdiyimiz zaman, o memberlar daxilində yoldaşlar, nə qədər yəni ki, account əlavə edirəmsə, həmin Kanada üzrə tutaq ki, filtrasiyanı görmüş olacaqdır və yəni ki, onların hər hansı bir dinamikliyi yoxdur. Yəni ki, orada ola bilər ki, hər hansı bir istifadəçi Kanada ilə bərabər başqa bir ölkəndə görməlidir. Belə olan təqdirdə yoldaşlar, onda artıq mümkün deyil. Yəni, statikdə bunu mümkün deyil. Lakin dinamikdə isə artıq e-maillar üzrə bir bölgü olduğu üçün hər bir e-mail ona verilən icazə daxilində dinamik olaraq öz filtrasiyasını tapır və reportda göstərir. Bu da yoldaşlar dinamikin daha işə yararlı olduğunu deməyə imkan verir. Hardasa təbii ki də yoldaşlar haldan asılı olaraq, кейsdən asılı olaraq da hər ikisini istifadə etmək mümkündür. Yoldaşlar, bugünkü dərsimiz bundan ibarətdir. Gələn dərsdə görüşənədək.